Sonra əziz qardaşlar, bizim üzərimizə düşən məsələlərdən biri də deməli Allah Taala bizə nəyi əmr etmişdirsə, insanlığa, müsəlmanlara nəyi əmr etmişdirsə, o əmrlərə qarşı insanın rəğbəti olmalıdır. O əmrləri Allahın huzurunda yerinə yetirdikdə, ərz etdikdə boyun əyərək yerinə yetirməlidir. Nə üçün? Çünki insan bilməlidir ki, o quldur, yaradılıbdır və onu yaradan Xaliqdir və o əmrlər də Xaliqin əmrləridir. Və o əmrlərə qarşı da insanın qəlbində nə olmalıdır? Hansı hisslər olmalıdır? Rəğbət olmalıdır, hərislik olmalıdır. Və hər bir müsəlman Allahın əmrlərinə qarşı rəğbətlə yanaşmalıdır. Və həmçinin Allahın huzurunda boynu bükük şəkildə Allaha ibadət etməlidir. Və onun əmrlərinə qarşı boynu bükük şəkildə, yəni özünü göstərməlidir, təqdim etməlidir. Çünki insan düşünməlidir ki, o quldur, yaradılıb və onu yaradan var, Xaliq var və Xaliqin də huzurunda özünü, yəni boynu bükük şəkildə təqdim etməlidir. Və bu çox mühümdür əziz qardaşlar. Mömin özünü qul olaraq dərk etməlidir. Və onu yaradanın da ağa olaraq, seyyid olaraq dərk etməlidir ki, onu yaradan Xaliq ona əmrlər təyin edib. Və hər bir müsəlman da o əmrlərə qarşı qəlbində rəğbət hissi olmalıdır. Və Allahın əmrlərinə qarşı diqqətlə yanaşmalıdır.